Biz hal-hazırda Astara rayonunun Kakalos ərazi inzibati dairəsinə daxil olan Bala, Şahağacı və Qamışoba kəndlərinin belə deyək, onlar üçün, yəni yaşadıkları sakinlər üçün içməli su xəttlərinin çəkilməsi və burada 8 ildən çoxdur ki, uzun müddətdir ki, içməli sudan yalnız şəbəkələr vasitəsilə istifadə olunurdu. Bu şəbəkələr hər evdən 150 metr aralıqda yerləşirdi və çətinlik çəkilirdi. Qeyd edim ki, artıq bu illəri vətəndaşlar üçün onların həyətyanı sahəsinə yaxın ərazilərdə artıq su xəttləri, içməli su xəttləri çəkilir, həyata keçirilir. Su təchizatı şəbəkəsi müxtəlif diametrli borulardan ibarətdir. Ümumi uzunluğu isə 9785 metr təşkil edir. İstismar vəziyyəti qənaətbəxş hesab edilir. Qeyd edim ki, ərazidə ümumilikdə 62 ədəd su bulağı mövcuddur və həmin bulaqlar müəyyən məsafədən bir-birindən uzaq yerləşir. Hazırda isə həmin şəbəkələrlə birləşik olaraq hal-hazırda 4 gündən çoxdur ki, iş prosesi gedir, texnika və canlı qüvvə işləyir. Qeyd edim, Bala, Şahağacı və Qamışoba kəndlərinin əhali sayına gəlincə 1486 nəfər sudan istifadə edəcək, içməli sudan. Mövcud təsərrüfatın sayına gəlincə isə 335 təsərrüfat sayı var. Mövcud texnika imkanları nəzərə alaraq hər bir fərdi ev bundan istifadə eləmə imkanına malikdir, könüllüdür və qeyd edim ki, bu müddət ərzində də içməli su yalnız həyətyanı sahələrdə quyudan istifadə olunurdu. Bu da çətinliklər yaradırdı qış aylarında. Və sonda isə onu qeyd etmək istəyirəm ki, hal-hazırda Bala, Şahağacıda bu işlər, proseslər gedir. Burada iş bitdikdən sonra isə digər Qamışoba kəndində iş prosesi həyata keçiriləcək.